Sandusa bu videonun abituriyentler için fiskal ikinci şans blok imtihanına destek videosu olacak. Yani bu videoyu fiskal ikinci şans blok imtihanında karşınıza çıkabilecek 3 vacip sual tipini təqdim edeceğim. Soruları bir atım bir şekilde izah edeceğim ki soruları daha rahat ve daha etraflı bir şekilde başa düşebilirsiniz. Bir hatırlatma da edeyim ki eğer böyle videolara da abone istəyirsinizsə video beğenmeyi, kanala abone olmağı ve videolara şərh yazmayı unutmayın. Hər birinizi çox sevirəm. O zaman başlayaq. Birinci sonradan beri cismi 220 miqdarı verildi. Onun temperatürü delta T'ye kadar artıyor. Kütlesi bu cismin kütlesine 2 dəfə az. Xüsusi tutulma 2 dəfə çox olan başqa cisme eyni 200 miqdarı verirlərsə onun temperatürü nə qədər artar? Biz ilk önce gəlin sig miqdarı düsturumuzu yazacaq. Q bərabərdir Sm delta T düsturuyla bu hesablanır. İndi Q bərabərdir Sm delta T. İndi mən buradan birinci delta T1 tapsam. Delta T1 nəyə bərabərdir? Q bölünsün S1 M1. Elə değil mi? O da bərabərdir delta T. Buna gerek delta T deyək. İndi buradan delta T2 tapsam. Delta T2 nəyə bərabərdir? Q bölünsün S2 M2'ye bərabər olmuş olur. İndi mən buradan tapsam görürəm ki Q olsa eynidə olduğu kimi qalır. İndi S2 yeni yazsam 2 ise M2'ni yeni yazsam M bölünsün 2. Çünki bizə deyir axı xüsusi tutumu 2 dəfə çox və kütləsi də deyir 2 dəfə az. Xüsusi tutumu 2 dəfə çoxdursa 2 ise kütləsi 2 dəfə azdır ise M bölü 2. Buradan 2 dəfə ixtisar gedir qalır nə? Q bölünsün S'ye. Q bölünsün S'ye. Mən də bilirəm ki buradan Q bölünsün S'ye nəyə bərabər idi? Delta T'ye. Onda mən də burada delta T'yi yaza bilərəm. Onda görürəm ki nə oldu? Delta T1 də delta T oldu. Delta T2 də delta T oldu. Yəni qısaca delta T'lər dəyişməsin. Yəni qısaca temperatur dəyişmir. Temperatur dəyişməzsə əvvəldə delta T idisə, sonunda da delta T olaraq qalacaq. Yəni burada cavabımız olacaq A variantı. İndi keçək növbəti sualımıza. İkinci sualdan biri kütləsiz 50 qram temperatur 20 derece Celsius olan gümüş qaşıq qaynıyor su saldıqda daxil enerji neçə joule artar? Bizdən bunu soruşur. İlk öncə gəlin biz burada yenə enerji düsturunu yazaq. Q bərabərdir Sm delta T. Biz bu düsturu yazdıq. İndi bizə burada deyir ki, xüsusi tutumuz nə qədərdir? 230 Joule kilogram var Kelvin. Yəni yeni yazam 230. 230 vurulsun. Kütle nə qədərdir? Kütle də bizə verib 50 qram. 50 qram da kilograma çevirəndə olur neçə? Sıfırdan %5. Yəni yeni yazam 5 vuraq 10-2 yaza bilərəm. Elə deyilmi? Vurulsun 5 vuraq 10-2. Vurulsun. İndi burada delta T nə qədərdir? Onu hesablamaq üçün nə edirik? Görürəm ki delta T nədir? T2 çıx T1. Yəni T2 son temperatürü 100'dür. Başlanğıc temperatürü nə qədərdir? 20'dir. Onda 100'dən 20'yi çıxıram. Bu da bize verir ne kadar? 80. Değil mi? Şimdi buradan bir hesablayıram. O da beraberdir. 230 20 vuraq 10 şeklinde yazıram. Vurulsun. Bu 5 vuraq 10-2 olduğu kimi qalsın. Vurulsun. 80'de belə yazıram. 8 vuraq 10 şeklinde mən yaza bilərəm. İndi burada 10 10. Bunlar 10-2 bu 10-2 birbirini apardı. Qalır burada nə? 20 var 5 vurulsun 8. 8'i 5'e vuranda 40. 40'ı da vuram nəyə? 23'e. 40'ı da 23'e vuranda bu da bize verir 920 joule. Yani kısaca cevabımız olacak 920 joule. Yani cismin daxil enerjisi 920 joule artar. İndi keçək növbəti sualımıza. Son sualımızda 3-cü sualdan biri. Müəyyən kütləli bir atomlu lider qazının temperatürü izobar və izoxor prosesləri eyni qədər yüksəlmişdir. İzobar prosesdə qazın 1200 joule üstü miqdarı almışdır. İzobar prosesdə qazın daxil enerjisinin dəyişməsini və gördüyü şey hesablayın. Biz ilk önce burada deyir ki, eyni qədər deyir ki, temperaturları eyni qədər yüksəlmişdir və müəyyən kütlədir. Müəyyən kütlə sözü varsa n bərabərdir konstant yazıram burada. N bərabərdir konstant. Bunu buradan yazdım. Və temperatur eyni qədər dəyişmişdir deyirsə, deməli delta T ilə bərabərdir konstant. Bu bizə nəyə xatırladı? İndi gəlin bir baxaq. Daxil enerjinin dəyişmə düsturu nədir? Delta bərabərdir 2/3 müRT-dir. Münü də yeni yazdım. M bölünsün, M vurulsun, RT. İndi mən buradan görürəm ki, M bərabərdir konstant deməli buradadır. M konstantdır, böyük M də konstantdır. Konstanta böləndə bu bizə konstant verir. E də konstantdır. T onsuz özü də konstantdır. Onda bəlkə ki, bu da konstant, bu da konstant, bu da konstant, bu da konstant. Onda daxil enerji dəyişməsində nəyə bərabər olur? Konstanta bərabər olur. Yəni qısaca daxil enerji dəyişmə olduğu kimi qalır. Yəni bütün proseslərdə daxil enerji dəyişməyəcək, olduğu kimi qalacaq. İndi bizə soruşur ki, burada izoxor prosesi deyir 1200 joule istilik miqdarı deyir almışdır. Onda baxaq. Deməli, buraya yazam nə? İzoxor. İzoxor prosesi nədir? 1200 joule istilik miqdarı alıb. İndi mən ilk öncə yazam burada istilik dəyişməsi düsturunu, yəni Q bərabərdir delta plus A işləyir. İndi mən baxıram buradan nəyə? İlk öncə mən bilirəm ki, bu izoxor prosesidir, yəni V bərabərdir. V bərabərdir konstantdır. V bərabərdir konstantsa A işlıq nəyə bərabər olur? Qazın gördüyük 0-0 bərabər olmuş olur. Onda Q bərabər nəyə? Delta O'ya. Biz də bilirik ki, 1200 joule istilik miqdarıdır. Onda Q 1200 joule'a bərabərdir. Onda delta O da 1200 joule'a bərabər olmuş olacaq. Deməli delta O bərabərdir 1200 joule'a bərabər olmuş olacaq. Və bu dəyişməyəcək. Çünki biz dedik axı delta O bərabərdir konstantdır. Niyə? Çünki M də konstantdır, delta T də konstantdır. Ona görə delta O dəyişmir, konstanta bərabər olmuş olur. İndi bizə soruşur burada izobar prosesdə bəs. Deməli delta O və A işlıq deyir nəyə bərabərdir? Bizdən bunu soruşur. İzobar prosesini buraya yazıram. İzobar proses. İzobar prosesdə belə bir qayda qanun var ki, A işlıq bərabərdir 0.4 Q-yə. Delta O da bərabərdir. Delta O da bərabərdir 0.6 Q-yə. Bu nə deməkdir? Yəni qısaca
İstim miqdarının 40% görülən işə, istim miqdarının 60% isə daxili enerji dəyişməsinə sərf olunur. İndi biz buradan deltonu tapdıq 1200, elə deyilmi? Onda mən belə yaza bilərəm də. Delta bərabərdir 0.6 Q-yə, o da bərabərdir 1200-ə. Onda mən buradan Q-nü tapmış olsam, Q nəyə bərabərdir? 1200-ü böləm 0.6-ya, bu da bizə verir 2000 joule. Deməli, istim miqdarını tapdıq ki, 2000 joule-a bərabərdir. Onda istim miqdarı 2000 joule olsa, ayışlığı tapalım. Ayışlıq da nə idi? Buradan biz hesablamışıq 0.4 Q. Onda mən ayışlıq bərabərdir. Ayışlıq bərabərdir 0.4 Q. 0.4 Q. O da bərabərdir. 2000 vura 0.4. 2000 də gəlin siz burada yazar. 2000 vurulsun neçə? Deməli 0.4. İndi mən 2000 0.4-ə vursam bu bizə nə verər? 2000 0.4-ə vuranda bu bizə verir 8 joule. Deməli görülən iş 8 joule-a bərabər, daxili enerji dedik ki, dəyişmə o da nəyə bərabərdir? 1200 joule-a bərabərdir. Yəni qısaca daxili enerji dəyişməsi 1200 joule. Gəlin burada yazalım. Daxili enerji dəyişməsi 1200 joule-a bərabərdir. 1200 joule-a bərabərdir. Qazın gördüyü iş ayışlıq da nəyə bərabərdir? 8 joule-a bərabər olmuş olacaq. Yəni qısaca cavabımız olacaq 1200 və 800 joule. Ona uyğun olan variant harda var? Baxaq. Ona uyğun olan variant. Deməli daxili enerji dəyişməsi 1200 joule. Qazın gördüyü işdə 8 joule, cavabımız burada olacaq B variantı. Belki bu video fizika'nın ikinci şans blok imtahanında qarşınıza çıxacaq 3 vacib sual tipinə baxdım. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları şərh yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.